Salam əziz rafım severlər və futbol həvəskarları. İndi isə rafım və Yeni Bakı komandasının yoldaşlıq oyununu izləyirsiniz və Yusif'dən zərbə Tamerlan'dan Seyit Sadik Zarun sürtülmesi Tamerlan ve Tofik Tamerlan'ın zərbəsi Kenan qaydan topa və Seyit'ten Zeyt yıkılır durur, zərbəsi Yusif kapıdaydı. Üçten zərbə ve Ümit ve Tofik'in kaçtırmasından out Yeni Bakı komandası. İçeriye doğru türme Kenan'dan güzel müdafiə qaydan topa Tamerlan'dan Tofik istikametine Kenan ilerleyir ve out Yeni Bakı komandası. Burada başlıyor Seyit. Etten uzun ötürme Tamerlan'dan top geçir Zaur. Müdafiədə çok güzel oyunu maçalatdırır. Out Yeni Bakı komandası ve Ümit oyuna başlayır. Zərbə ve tam zərbə ile oyuna başlayacaklar. Tamerlan Kenan pres etmek istəyir. Tamerlan çıxır. Tamerlan'dan ötürme Tofik istikametine geriye Tamerlan xeyir Kenan topu əldə edir. Ama Yeni Bakı komandası Zaur bu arada gelir Tofik ötürme Tofik'ten Tamerlan istikametine ama Zeyt onlara imkan vermir. Çok güzel müdafiə olunurlar ve Ümid ötürme Ümid ilerleyir. Sadik ona imkan vermir geçmeye ve Seyit'in ötürmesi kapıya doğru Yusif kapıdan zərbəyle oyuna başlayacak ve Yusif'in ötürmesi Tofik ve Sadik Tofik ve Seyit alır topu ve Zeyt pres edir ama Sadik'ten kapıya doğru ötürme Yusif'ten Tofik Tamerlan'dan içeriye doğru ötürme Kenan topa çatacak mı? Seyit'le Kenan'ın karşı durması ve kapçıdadır top. Uzun ötürme Tamerlan'dan keçir yetişme değmeden out Rafım komandası. Yusuf'a doğru ötürme Yusuf'ten Zaur'dan Kenan'a doğru Kenan top alacak ve Kenan Tamerlan tehlikeli savuşturur out Yeni Bakı komandası Zeyt'ten ötürme ama Kenan top əldə edir Seyit Tamerlan'dan Tofik istikametine Seyit ona imkan vermir. Ümit topu götürür ve out.
Yerbaş komandası. Seyit oyuna başlayacak. Seyit'ten uzun ötürme. Qapçı. Seyit'e ötürme gelir ve Sadık'tan ve Qapçı yerindedir. Sadık. Out. Yerbaş komandası out'a başlayacak. Ve nəzərinizə çatdırım ki, oyunun artıq 6-cı dəqiqəsidir və bərabərlik sürür. Tamerlan Sadıq'dan ötürməsi, amma Yerbaş komandası hücuma keçmək istəyir. Tamerlan onlara imkan vermir. Tamerlandan ötürmə Tofik. Tofik özü irəliləyir. Zərbəsi qapçıya dayan top. Out. Tofik'ten Tamerlan. Zərbəsi və gol. Hesab açılır. Və 1-0 Rofum komandasının xeyrinə. Ömer'den ötürmə Seyit. Seyit'ten Zeyd istiqamətinə Zaur təhlükəni savuşturur. Ötürmə yanlış alınır. Tamerlan topu ram edir. Tamerlan iki nəfərin arasından keçir, amma Emili pres edir və Tamerlanın zərbəsi və 90'lı. Hesab arasındakı fərq 2'ye qalxır. Bu isə qardaşların sevinci. Mərkəzdən Ömer oyuna başlayır və Seyit. Seyit'ten uzun ötürmə Ömer istiqamətindən Zaur. Onlarla oyunu pozur. Out. Yerbaş komandası Ümit. Seyit out'a başlayacağını deyir və içəriyə doğru ötürmə. Top yetişmə dəymədən oyundan xaric olur. Və qapıdan zərbə ilə Yusif. Tofik. Seydin və zərbə və qayda topa Zeydin zərbəsi və gol. Hesab arasındakı fərq bir topa enir və Rofum komandası mərkəzə dəvət olunur. Zaur'dan Sadık. Sadık'dan Tofik. Tofik'ten Tamerlan. Tamerlan ötürmə edəcək mi? Və Zeyd. Kenan. Lan top out'a çıxır. İçəriyə doğru ötürmə Ömer. Və zərbəsi qapçı. Güzel reflekslə topa sahib olur və qapıdan zərbə ilə ötürmə. Tofik'e gelir top. Ve Tamerlan. Ve Seyit. Təhlükəni savuşturur. Tamerlanlar uzun ötürmə kənar istiqamətinə. Amma Zeyd. Yusif'ten ötürmə kənar istiqamətinə. Kenan topun çıxmağına imkan şərait yaratmır və Emil'den top çıxır. Rofum komandası alt başlayacaq. Və Ömer'den təhlükə savuşur və out. Yusif'ten ötürmə Tofik. Sadık. Birdən Tofik. Və kimdir? Ümitdir mi? Bəli, Ümit. Ümitdən Sadık onun qarşısını almağa çalışır. Üçdən zərbə. Ümitdən içəriyə doğru ötürmə. Tofik alacaqmı? Seyit. Topun out'a çıxmağına şərait yaratır. Tamerlan Tofik'i görür. Ama Seyit de Tofik'i görürdü ve çok güzel müdafi olunur ve Ömer orada Tofik daha doğrusu topu alır. Tamerlan ötürmə qapçı. Çok güzel topu ram edir.
Seyitdən ötürmə Kənan topu alır və Tofiqdən ötürmə Ömərə dəyən top qapçıdan. Uzun ötürmə Yusif iki nəfər arasından topu göndərir Ömər. Ömərin zərbəsi top qapıdan aralı keçir. Yusif'ten ötürmə və Yusif'in öz səhvi amma Yusif güzel qapını qoruyur və outdur bu, bəli, out. Seyit başlayır. Top qapçıda. Yusif'ten Tamerlan'dan qaydan top Ümid'dən zərbə və Zaur zərbənin qarşısını alır. Və Ümid'in birbaşa qapıya vurduğu gol və bərabərlik qolu. Mərkəzə dəvət olunur Rofun komandası. Başlayırlar və Tofiqdən Tamerlan. Yenidən Tamerlan'dan ara pası. Tofiq qapçını belə çıxardır. Ama out. Ve Ömer'den uzun ötürmə ama Sadiq idi. Çok güzel blokad edir. Zaur'dan Yusif qapıda möhtəşəm durur ve Tamerlan və Seyid'in qarşılaşması. Tamerlan'la yeniden ötürmə Tofiq istiqamətində. Tofiqdən Kənan və ona imkan vermir kim? Zeyddən qapçıya. Qapçıdan uzun ötürmə və Yusif'ten Sadiq. Sadiq'in ötürməsi. Seyit götürür topu ama Sadiq səhvini düzəldir. Tofiqdən ötürmə. Tofiq özü ilerlemək istəyir və out kazanır. Və Tofiq oyuna başlayacaq. Tofiqdən içəriyə Tamerlan və yeniden toplar arasındaki fark yeniden 1'e yükseliyor. Ve merkeze davet olunur yeni maç komandası. Ömer'den ötürmə Seyit'ten uzun ötürmə Tofiq topu ram edə bilmir. Sadiq onu sığortalayır. Ve Ümid ve Sadiq'in qarşıdurmasından ötürmə Seyid'e değen top out'a çıxır. Sadiq Tamerlan istiqamətində ötürməsi. Tamerlan iki nəfər arasından çıxa bilmir. Tofiqə ötürmə ama ötürmə azacıq sərt alınır və out yeni maç komandası. Seyid'in uzun ötürməsi. Zaur və qapçı Yusif. Tamerlan'dan mərkəzə gəlir top. Ümiddən Sadiq və Tofiq'i Seyid alaqmağa çalışır və Tamerlan'ın zərbəsi ama top qapıdan aralı keçir. Və qapıdan zərbə ilə oyuna başlayacaqlar. Və Tofiq qarmaqarışıqdan istifadə edir və 4-cü qollarını övürür. Hesab arasındakı fərq 2 topa qalxır. Seyit'dən uzun ötürmə Ümid istiqamətində Ahmet Tamerlan. Onların planını pozur. Out yeni maç komandası. Uzun ötürmə Ömer istiqamətində. Ömer'dən Zaur alır və Tofiqə ötürmə ama
Ömer yeniden out kazandırır Rafım komandasına. Yeniden Zaur'a. Zaur'dan Ömer ve Zaur tehlikeli savuşturur. Out. Seyit başlayır ve Tevfik. Yine Zeyt'ten out'a çıxır. Zaur. Zaur'dan Yusuf'a uzun ötürmə. Qayda top. Zərbəsi Ömer'in ama. Ve zərbə ama Tevfik. Tevfik. Ve Tamerlan. Sadıq'dan Tamerlan. Tamerlan 3 nəfər özünə çəkir, irəliləyir. Və out kazanacaq. Bəli, out. Rafım komandası Kenan istiqamətində uzun ötürmə. Kenanlar içəriyə doğru ama 2-3'dən zərbə. Kenanlar sağ istiqamətində. Qayda top Hamid. Hamid topu ram edə bilmir. Out'a gedir top və hesab arasındakı fərq 2 topdur. Hələ ki Yeni Baş komandası çox gözəl oyun nümayiş etdirir və ötürmə Zaur və Ümiddən akrobatik hərəkət, amma müdafiəçilər qoymur. Tamerlan zərbəsi, amma Ömərlə toqquşma nəticəsində qapıdan zərbə deyək. Seyitdən uzun ötürmə Ümid istiqamətinə. Sadiq mi gəlir? Bəli. İki ilə Sadiq. İkisi birdən topu ram etməyə çalışır. Tamerlan nəsə çaş-baş qalır və Amir oyuna başlayacaq. Yeni daxil olub oyuna. Və Amir inşallah oyuna başlayacaq. Və ötürməsi Sadiq ləngidir topu və Yusuf'dən öne doğru ötürmə. Kenan'a gelen top. Kenan ötürmə edəcək mi? Kenanlar içəriyə doğru ama və Seyit oyuna başlayır. Emin Zaur'dan müdafiə və out Yeni Baş komandası. Emin'den Seyit'ten uzun ötürmə Ümid istiqamətinə ama top daha doğrusu zərbə alınmır və out Rafım komandası. Sadiq oyuna başlayacaq. Sadiq'den ötürmə Yusuf'tan özel ötürmə Kenan ləngidir topu. Kenan'dan ötürmə Amir'den Tamerlan'a içeriye doğru. Kenan'ın zərbəsi qapçı yerindədir. Seyit Zaur Sadiq imkan vermir və Zaur'dan uzun ötürmə Kenan istiqamətinə. Emin bu imkan vermir və Tamerlan'a ötürmə Kenan'dan, amma azacıq sürətli olur və Seyit Amir pres edəcək və Tamerlan Seyit ondan topu alır. Amir isə ondan topu alır. Ümid köməyə gəlir və Zaur'dan uzun ötürmə. Tamerlan topa çata bilməz. Seyit'ten uzun ötürmə. Tamerlan topu ram etməyə çalışır. Amir topa çata bilmir və Ümid
Evet, başlayacaq. Xeyr, Səid deyir ki, mən başlayacağım. Səidin çox gözəl ötürmələri olur hətta. Və Ümid topa başla zərbə vura bilsəydi, hesab arasındakı fərq bir topa edə bilərdi. Və nə oldu? Və birinci hissənin sonu.